Herkese salam. Bugün özümün tərtib etdiyim bir biyokimya məsələsi ilə qarşınızdayıq. Gəlin vaxt itirmədən məsələni izah edək. Deməli, adenin nukleotidi ilə başlayıb timin nukleotidi ilə bitən DNT molekulunda nukleotidlər arasında kovalent rabitələrin saylarının cəmi 1444 ədəddir. Əgər bu molekulda 4 kimyəvi rabitə əmələ gətirən nukleotidlərin sayının 5 kimyəvi rabitə əmələ gətirən nukleotidlərin sayına nisbəti 3/4 kimidirsə, bu DNT molekulunda hidrogen rabitələrin sayı neçəyə bərabərdir? Mən əvvəlcə verilənləri əlbəttə ki yazıram, sonra da hesablamaları apararaq. Deməli, zəncir deyir adenin ilə başlayır. Onda mən DNT molekulunun bir zəncirini çəkirəm bu şəkildə və bunu deyirəm bu adenin ilə başlayır və timinlə bitir. Artıq buradan komplementar olaraq qarşıdakı zəncirin də timinlə başlayıb adeninlə bitdiyini bilirəm. Və burada bizə kovalent rabitələrin sayının 1444 ədəd olduğunu deyir. Bir zəncir üçün onda kovalent rabitənin sayı 722 ədəddir. 1444-ü 2-yə bölürəm, çünki zəncir 2 dənə daxı. Digər zəncir üçün də 722 ədəd kovalent rabitə var. Buradan artıq bilirik ki, kovalent rabitələrin sayı nukleotidlərin sayından bir vahid az olur. Yəni N-1 düsturu ilə hesablanır. Ona görə buradan 722-nin üstə 1 gəlsəm, yəni 723 nukleotid var toplamda. Onda bir zəncirdə 723, digər zəncirdə də 723 nukleotid var. Toplam deyərəm nukleotidlərin sayının cəmi 723 bir zəncirdə və 723 də digər zəncirdə toplamda 1446 ədəd nə var? Ümumi nukleotidim var. Daha sonra mənə deyir ki, əgər bu molekulda 4 kimyəvi rabitə əmələ gətirən nukleotidlərin sayının 5 kimyəvi rabitə əmələ gətirən nukleotidlərin sayına nisbəti 3-4 kimidirsə, mən baxıram ki, başdakı adeninlə timin qarşıdan biri-birləri ilə 2 dənə hidrogen və bir də özündən sonraki adeninin özündən sonraki nukleotidlə kovalent rabitə, eyni şəkildə timin də özündən sonraki nukleotidlə kovalent rabitə ilə birləşib. Yəni bu deməkdir ki, bir nukleotidim 3 rabitə əmələ gətiribdir. Bu eyni ehtimal, yəni zəncirin sonundakı adenin üçün də keçərlidir. Eyni qayda. Onda həm eyni şəkildə də timin də 3 dənə deməli nə əmələ gətiribdir? Rabitə əmələ gətirib. Yəni nə 4 rabitə, nə də 5 rabitə əmələ gətirənlərə aid deyil. Bax bu 4 dənə nukleotid, bu ümumi nukleotidlərin içindəki bu 4 nukleotid nə 4 rabitə, nə də 5 rabitə əmələ gətirənlərə aid deyil. Çünki bunlar 3 rabitə əmələ gətiribdir. Onda mən ümumi nukleotidlərdən bu 4 dənə nukleotidi çıxaram. Deyərəm ki, 1446 çıxılsın 4 qalır 1442. Deməli, bu ortadakı 1442 dənə nukleotid 4 və 5 rabitə əmələ gəlməsini iştirak edir. Baxaq görək, hansılar 4 və 5 rabitə əmələ gəlməyə iştirak edir. Adenin nukleotidi əgər ortada gələrsə, qarşıdan timinlə və bir də özündən sonraki və özündən əvvəlki nukleotidlə birləşərək kovalent rabitə əmələ gətirərək maksimum 4 rabitə əmələ gətirir. Eyni şəkildə də timin. Əgər zəncirin ortasında gəlirsə, maksimum 4 rabitə əmələ gətirir. Onda 3x adeninlə timinin cəmidir. 3x nə oldu? Adeninlə timinin cəmidir. Adeninlə timinin cəmidir. Və üstə gələk. 5 kimyəvi rabitə əmələ gətirənlər kimlərdir? Əgər sitozinlə guanin zəncirin ortasında gəlirsə, qarşıdan 3 dənə hidrogen rabitəsi ilə bir-birləri ilə və bir də sitozin özündən əvvəlki və özündən sonraki ilə, eyni şəkildə guanin də özündən əvvəlki və özündən sonraki ilə kovalent rabitə quraraq 5 rabitənin əmələ gəlməsində iştirak edir. Onda mən deyərəm bu 4x də sitozinlə guaninin cəmidir. Sitozinlə guaninin cəmidir. Çünki sitozinlə guaninin cəmi sitozinlə guanin molekulun ortasına gəldikdə 5 kimyəvi rabitənin əmələ gəlməsini iştirak edir və 5 kimyəvi rabitə üçün də 3/4 nisbətində 4x nisbətini biz götürürük. Və bu bərabərdir nəyə? Demişdik ki, ortadakı deməli nukleotidlərin cəmi 1442-dir. 1442-yə bərabərdir.
Buradan x-i tapıram ki 7x böləndə 206-dır 7 deməli x-im. X-im 206-dır. 206-nı 3-ə vuranda edir 618. Deməli adenin ilə timinin cəmi 618. Sitozin ilə guanin cəmi isə burada 206-nı 4-ə vuranda nə edir? 824. Sitozin ilə guaninin cəmi isə 824-dür. Buradan bizdən nəyi soruşurdu? Hidrogen rabitələrin sayını. Hidrogen rabitələrin sayı bərabərdir ümumi nukleotidlərin sayı üstə gəlsin sitozinlərin sayı. Elə deyilmi? Onda ümumi nukleotidimin sayı nəyə bərabərdir? 1446-ya 1446 sitozinin sayı nəyə bərabər olacaq? 824 sitozinlə guaninin deməli saylarının cəmidir. Bilirik ki, molekuldakı sitozinlərin sayları guaninlərin saylarına bərabərdir. Yəni 824-ün 412-si sitozin, 412-si də nədir? Guanindir. 12-si də guanindir. 12-si guanindir. Sitozinin buradan deməli düsturda yerinə qoyuram. Yəni 1446-nın üstə 412 gəlirəm. Bu da eləyəcək 1858. Deməli hidrogen rabitələrinin sayı nəyə bərabərdir? 1858-ə. Cavab olacaq A variantı. Ümid edirəm aydın oldu. Maraqlı, sadə bir məsələ idi, amma içərisində əlbəttə ki çox şeyi, yəni etibar edir. Əlavə suallarınız olarsa, təbii ki, yorumlar qismində yaza bilərsiniz.